və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala inşallah bizləri gözəl İslam əxlaqına sahib olanlardan qərar versin inşallah. Bəzi əxlaqi sifətlər barəsində, xüsusiyyətlər barəsində biz danışırdıq ki, o həmin xüsusiyyətlərin Qurani-Kərimdə Allah Taala bəzisi barəsində özündə buyurur ki, onlar xüsusiyyətlər Allah Taalada var. Və o həmin xüsusiyyətlərdən biri əhdə vəfa etməkdir. Əhdə vəfa etməkdir. Əhdə vəfa etmək birinci Allahla olan əhdi. Allahla olan əhdi, bunu diqqət eləsək, Qurani-Kərimdə də ayələr var Allah Taala'la olan əhdlər barəsində. Bəzi işlər var ki, adam tövbə eləyir, bəzi işlər var ki, Allahla əhd eləyir. Yəni, o işə tövbə yoxdur. Allahla əhd eləyir ki, daha mən bunu eləməyəcəm. Allahla əhd eləyir. Allah Taala'la əhd bağlamaq məsuliyyətli işdir. Məsuliyyətlidir bu mənada ki, düzdür, adam bağladığı əhdə fərqi yoxdur. Kimliyindən asılı olmayaraq, kiminlə əhd bağladın, gərək əhdə və vəfa eləyəsən. Hətta sənin ziyanınla nəticələnsə belə. Əhdə və vəfa eləyəsən, məsələn, hədislərdə də qeyd olunur ki, bəzi xüsusiyyətlər var ki, fərqi yoxdur. Müsəlman, qeyri-müsəlman, gərək hamı ilə eyni cür olsun. Hədislərdə Peyğəmbər sallallahu buyurur ki, əmanəti sahibinə qaytarmaqdır, əhdə vəfa etməkdir və valideynin qulluğunda durmaqdır. Yaxud İmam Zeynul-Abidin əleyhissalamdan var. Bir nəfər gəldi İmam Zeynul-Abidin əleyhissalama, dedi ki, İslam dinini mənim üçün qısa olaraq dinə. İslam dini nədir? İmam Zeynul-Abidin əleyhissalam buyurdu ki, qovlul haqq, haqq sözdür. İslam dini budur, haqq sözdür. Vəl-hukmu bil-ədl, ədalətlə hökm eləməkdir. Vəl-hukmu bil-ədl. Haqq söz barəsində biz əvvəllərdə də danışmışıq. Haqq söz İslam dininin şüarlarındandır. Və Peyğəmbər sallallahu zamanında və Peyğəmbərdən sonra imamların zamanında onların qorxduqları bir şey olub ki, o da İslam dininin haqq-sevər olmasıdır, düzgünlük-sevər olmasıdır. Və əgər İslam dinində hər kəs ki, düzgünlüyə riayət etməsə, hər kəs ki, İslam dinində düzgünlüyə riayət etməsə, bu hələ digər tərəflərdən də qınanıb. Qovlul haqq, haqq sözdür. Vəl-hukmu bil-ədl, ədalətlə hökm etmək, İmam Zeynul-Abidin buyurur. Vəl-vəfau bil-əhd, əhdə vəfa etmək. Söz vermək barəsində, əhdə vəfa etmək, yəni söz vermək. Əgər söz vermək barəsində baxsaq, görərik ki, əgər adam hələ əhd eləməyibsə, söz verməyibsə, heç. Yox, əgər ki, söz veribsə, onun mənsuliyyətini dərk eləməlidir və o həmin sözə verdiyi vədəyə riayət etməlidir. İmam Əli əleyhissalamdan buyurur ki, gücünüz çatmayan şeyə söz verməyin. Onu ki, edə bilməyəcəksiniz, söz verməyin. Bəzən bir sıra insanlar nəzir eləyirlər. Hələ nəzir də özü əhdəndir. Çünki şəriət kitablarına diqqət etsəz, görərsiniz ki, əhdlə nəzrin hökmü elə bir fəsildə, bir bölmədə qeyd olunur. Bəzən insanlar bir sıra şeylərə nəzir eləyirlər. İndi iş baş verib, hadisə baş verib.
Nəzri yerinə yetirməlidir. Nəzir böyük olduğundan indi alternativ yollar axtarır. Başqa yollar axtarır. Ya böyük bir həcmdə nəzir eləyir. Başlayır ki, məsələn, bunun 5 dənə kasıba kömək eləsə ya, kifayət eləməz. Ya məsələn, indi deyirsən ki, nəzir eləmirsən, gərək nəzrə əməl eləyəsən. Mən filan kəsdən soruşdum, indi bir ruhani bir din xadiminin adını çəkir. O deyir ki, axı olar. İndi özü üçün tutunacaq bir yer axtarır ki, filan kəs deyib olar, mən də ona əməl edeyim. Ona görə imam buyurur ki, baxın, əgər gücünüz çatacaqsa, o şeyi deyin. Yox, əgər gücünüz çatmayacaqsa, o işin məsuliyyətinin altına keçməyin. İmam buyurur ki, لا تعدن عدة لا تثق من نفسك بإنجازها. Gücün çatmayan şeyə vədə verməklə, gücün çatmayan şeyi deməklə. Yaxud dost seçimi barəsində hədislər bizə nəyi göstərir? Deyin, kiminlə dostluq edin? Dostu seçin, dostu tanıyın. Ya İmam Sadiq əleyhissalam buyurur ki, bizim tərəfdarları, bizim şiyələri 2 dənə xüsusiyyət var ki, o xüsusiyyətlə tanıyın. Biri sidqül hədis, doğru danışmağı ilə tanıyın ki, bunlar bizim dostlardır. Bir də əhdlərinə vəfa etməkdir. Bizim əgər tərəfdarları tanımaq istəyirsinizsə 2 xüsusiyyət. Sidqül hədis, doğru danışmaqları, əhdül vəfa, hələ baxsın bir-birinə eyni şeydir, bağlı bir şeydir. Bir əhdlərinə vəfa etməkdir. Hədis deyir ki, bizə İmam Əlidəndir bu həmin kəlam. İmam Əli buyurur ki, dost seçəndə baxın əhdinə vəfa edən dostu tapın. Hədislərdə var ki, kimlərlə dostluq eləyin, kimlərlə dostluq eləməyin. Var bir adam ki, ən pisi bu da adamın dostu olmasın. Bir pis dostdansa hələ tək qalmaq yaxşıdır. Dostun hansı xüsusiyyətləri olmalıdır? O xüsusiyyətləri deyir ki, o adam deyir sənə yaxını uzaq göstərir, uzağı yaxın göstərir, o adamla dostluq etməyin və s. Və o həmin kəlamlardan biri İmam buyurur ki, lə tə'təmid. Etimad etməklə alə məvəddəti mən la yufi bi əhdihi. Öz əhdinə vəfa etməyənin dostluğuna etimad eləməklə. Dostluğuna inanmaqla, dostluğuna güvənməklə. Əgər ki, o sözündə düzdürsə, əgər dediyi əhdə vəfa eləmirsə, heç onun dostluğuna da inanmaqla. Bəlkə hələ bir zaman o dostluğunda da səni qoyub gedər. Həyatın bəzi qanunları var. O qanunlardan biri budur ki, adam bu dünyada nə edir, Allah Taala onun qarşısına çıxardır. Yaxşılıq eləyirsən, yaxşılıq çıxır qabağa, pislik eləyirsən, pislik çıxır qabağa. Peyğəmbər sallavatullahın kəlamında var, Həzrət buyurur ki, "Mən kunna fihi fəhiyyə raciətun alə sahibihə." Hər kəsdə 3 xüsusiyyət olsa, "Sələfu mən kunna fihi fəhiyyə raciətun alə sahibihə." Hər kəsdə 3 xüsusiyyət olsa, onun sahibinə qayıdar. Həzrət buyurur ki, əlbəz, yalan danışmaq. Gəl yalan deyəcəksənsə, sənə də yalan deyəcəklər. Neyniyəcəksən, qarşılığı çıxacaq. Vəl-məkr, kiməsə hilə fikirləşəcəksən, hilə çıxacaq qabağa. 3-cü xüsusiyyət nədir? Həzrət buyurur ki, 3-cü xüsusiyyət vəl-nəqs. Nəqs, yəni əhdə sındıran. İmam Əli əleyhissalamın tarixdə neçə dəstə ilə müharibəsi olub, onlardan biri də nakisinlər olub. Nakisinlər, yəni İmam Əli ilə bağladığı əhdi pozanlar idi, əhdi sındıranlar idi. Və həmin xüsusiyyəti Peyğəmbər sallallahu buyurur ki, bu xüsusiyyətlər var ki, adam neynəsə qabağına çıxır, onlardan biri də əhdi pozanın qabağına əhdi pozan insanlar çıxır. Düzdür, indi bu ümumi qanundur. Bəzən insanlar qabağına çıxar belə insan deyərsən ki, axı mən harada kimin əhdini pozmuşam ki, mənim qarşıma
bu cür əhdi pozan, xəyanət edən insanlar çıxır. Yəni, həyatın qanunları bəzən dəyişkən olur. Hər halda Allah Taala bizlərə əhdə vəfalı olmağı buyurur. Qurani-Kərimin İsra surəsində də Allah Taala buyurur ki, əhdlər barəsində məsulsuz, soruşulacaqsınız. O həmin əhdlərə diqqətli olmaq lazımdır və bağladığımız əhdləri qorumalıyıq və əhdə vəfa etməliyik. Allah Taala bizi əhdə vəfa edən bəndələrindən qərar versin inşallah. Allah Taalanı and veririk öz izzət və cəlalına, öz böyüklüyünə. Allah Taala bizi bəndəlikdən kənar etməsin. Allah Taala aqibətimizi xeyirli etsin. Allah Taala dünya və axirətimizi salamat etsin. Allah Taala bu cümə günü hörmətinə günahlarımızı əfv edib tövbələrimizi qəbul etsin. Allah Taala dünya və axirət səadəti cümlə müsəlmanlara nəsib etsin. Allah Taala dünya və axirət əzabından bütün müsəlmanları hifz etsin. Allah Taala inşallah İmam Zaman əleyhissalamın zuhuru üçün bizi hazır olanlardan qərar versin. Ardıcıl dualarımızı, salam və salavatlarımızı İmam Zaman əleyhissalama çatdırsın. Allah Taala İmam Zaman əleyhissalamın İslam ümməti barəsində olan dualarını müstəcab etsin. Allah Taala qazilərə və bütün xəstələrə tezliklə şəfa inayət etsin. Allah Taala şəhidlərimizə və dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Allah Taala dünyada olan bütün müsəlmanları səhih salamat etsin. Allah Taala bütün dünyada sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala yer üzündə fəsad törədənləri, haqsız yerə günahsız insanları qətlə yetirənləri layiqli cəzalarına çatdırsın. Allah Taala müsəlmanları daim qalib etsin. Allah Taala xalqımızın, dinimizin düşmənlərini məhv nabud etsin. Allah Taala hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı, elimizi, obamızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala ən gözəl, ən xeyirli duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. İnşallah dualarımızın qəbul olmasına xatir Peyğəmbər və ali Peyğəmbər haqqında 3 dəfə salavat zikr edək.